qədim ənənələrin nəfəsi, güc və mənəviyyatın vəhdəti. Söhbət qədim idman növü olan Zorxana güləşindən gedir. Bu məkan sadəcə idman zalı deyil, əsrlərin yaddaşını yaşadan milli irs ocağıdır. Tarixi kökləri şərq mədəniyyətinə söykənən Zorxana ənənəsi Azərbaycanda özünə məxsus inkişaf yolu keçib. Burada fiziki güc tək məqsəd deyil, əsas olan iradə, səbir, mərdlik və vətənpərvərlik ruhudur. Zorxana həm bədəni, həm də ruhu tərbiyə edən bir məktəbdir. Zorxana və milli güləş bizim milli idmanımızdır. Yalnız dünya arenasında bu Zorxana və pəhlivan güləşi gedir. İndiyənə qədər Azərbaycan milli yığma komandası 4 dəfə Avropa çempionu olub. Ümum komanda hesabında, həmçinin fərdidə də xeyli sayıda qızıl medalımız var. 2 dəfə dünya kubokunun sahibi olub, dəfələrlə mükafatçısı olub. Həmçinin dünya çempionatında da dəfələrlə 2-ci və 3-cü yerlərdə tutmuşuq. Dairəvi meydanda müşayiət olunan məşqlər zamanı idmançılar ağır alətlər, gürclər, daşlar və xüsusi hərəkətlər vasitəsilə qüvvələrini sınayırlar. Bu hərəkətlər təkcə fiziki hazırlıq deyil, həm də qədim pəhləvanlıq ənənəsinin davamıdır. Bizim kökümüzdən bu idman növü bizdə var. Milli güləş çox oxşuyur indiki sərbəst güləşə. Orada bir fərq var ki, milli güləşin özünə məxsus bir şalvarı var ki, dizdən beldən geyimdir. O sərt parçadan tikilir və güləşən zamanı şalvardan istifadə etməyə icazə var. Əsas gözəlliyi də bunun o şalvardan tutaraq icra olunan fəthlərdir. Bugün Zorxana ənənəsi artıq sərhədləri aşaraq dünyaya yayılır. Azərbaycan pəhlivanları beynəlxalq yarışlarda bu qədim irsi layiqincə təmsil edir, milli dəyərlərimizi tanıdırlar. Zorxana keçmişdən gələcəyə uzanan bir körpüdür. Bu körpü gücün, mərdliyin və milli kimliyimizin simvoludur. Çünki Zorxana sadəcə idman deyil, bu bir həyat fəlsəfəsidir.